Qurana görə bizim xəta kimi başa düşdüyümüz söz həm xəta, həm də xita kimi qeyd edilib. Nə fərq var? Eyni şey deyilmi? Xeyr, incəlik var. Deyim, əl-xata insanın məqsədsiz şəkildə bilmədən doğru düz olana qarşı çıxmasıdır. Bəqərə 286-da oxuyuruq. Rabbənə lə tuəxiznə in nəsinə əv axta'nə. Yəni, Rəbbimiz unutsaq və ya bilmədən yanlışlıq etsək bizi cəzalandırma. Nisa 92-də oxuyuruq. وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً. Bir mömin başqa mömini öldürə bilməz. Yanlışlıqla olma halı istisnadır. وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً. Yəni, kim bir mömini yanlışlıqla, yəni onu öldürmək məqsədi olmadan öldürərsə, daha sonra hökmü qeyd edilir. Çünki qəsdən belə-belə adam öldürməklə, yanlışlıqla öldürmək məqsədi olmadan kimisə öldürməyin hökmləri fərqlidir. Gəldik əl-xita sözünə. Bu isə məqsədli, qəsdən, bilə-bilə doğru, düz olana qarşı müxalif olmaqdır. Yusif 29-da oxuyuruq. Məna tərcüməsi belədir ki, ey Yusif, bu hadisə barədə vaz keç, yəni artıq danışma. Səni isə Züleyxaya xitab olunur. Günahına görə bağışlanma dilə. İnnəki minəl xatiin, yəni həqiqətən də sən bilə-bilə xəta edənlərdən olmusan. İsra 31-də isə oxuyuruq. Kasadlıq, yoxsulluq qorxusundan övladlarınızı öldürməyin. Biz həm onları, həm də sizi ruzi ilə təmin edirik. İnnə qatləhum kənə xıtuan kəbira. Həqiqətən onların öldürülməsi, qətli qəsdən bilə-bilə edilmiş böyük bir xəta sayılır. Deməli, Qurana görə bilə-bilə məqsədli şəkildə yanlış əməl etməklə bilmədən edilən xəta arasında fərq var, əzizlərim. Bəli, nəticə eyni olsa da, lakin motiv və niyyətlərdə fərq var və buna görə insan mühakimə olunacaq.